Salam, hər vaxtınız xeyirli olsun. Gəlin biz Koderadan testlərimizin həllinə baxaq. İlk 10 testimiz digər videoda qeyd olunub. Gəlin ardına baxaq bir yerdə. On birdən gəlin baxaq. Deməli belə. Bizə deyir ki, informasiyanın xassələri hansı sırada düzgün verilmişdir? Bir biz analiz etsək, görərik ki, obyektivlik, tamlıq, kütləvilik deyə xassəmiz yoxdur. A variantı gedəcək. B variantı aktuallıq, obyektivlik, diskretlik deyə bir xassə qeyd etməmişik. B variantı da gedəcək. C variantında isə tamamilə doğrudur. İnformasiyanın xassələri dedikdə obyektivlik, tamlıq, etibarlılıq, aktuallıq, anlaşıqlıq başa düşülür. Bəli, doğru variantımız C variantıdır. 12 ilə gəlin davam edək. Bizə sual verilib ki, Vəli məntiq oyunu oynayan zaman gizli otağın qapısını açmaq üçün 2 ədəd şifrə tapmışdır. Amma gizli otağın 2 ədəd şifrəsi var və Vəli bilmir ki, bu şifrələr hansına uyğundur. Burada Vəli üçün informasiyanın hansı xassəsi pozulmuşdur. Burada Vəli üçün, yəni bütün məlumatların hər biri tam şəkildə verilmədiyi üçün burada təbii ki də pozulacaq tamlıq xassəmiz. 13 nömrəli test tapşırığından gəlin davam edək. 13. Gizli otağın şifrələri yanlış yığılarsa, avtomatik şifrə başqa şifrələrlə əvəz olunur. Vəlinin ilk cəhəti uğursuz olur və artıq vəlidə olan şifrələr üçün hansı xassə pozulmuşdur? Baxın, əvvəl onun əlindəki şifrələr aktual idi. Artıq o, düzgün şəkildə şifrəni yazmadığı üçün burada aktuallıq, əvvəlki şifrələr əlində aktuallığını itirdi. Ona görə də burada cavab variantımız olacaq B variantı. Gəlin 14-ə baxaq. Musiqi təhsili alan Aytən yaxın dostu Gülnara yeni bəstələdiyi musiqi notlarını göndərdi. Amma Gülnarın musiqi təhsili olmadığı üçün heç nə başa düşmədi. Gülnar üçün informasiyanın hansı xassəsi pozulmuşdur? Burada təbii ki də Aytən musiqi təhsili aldığı üçün informasiyalar onun üçün anlaşıqlıdır. Amma Gülnar musiqi təhsili almadığı üçün o məlumatlar ona anlaşıqlı deyil. Ona görə də burada təbii ki də anlaşıqlı xassəmizdən söhbət gedəcək. Cavabımız D variantı. 15-ə baxaq. İnformasiyanın cari zamana uyğunluq dərəcəsi necə adlanır deyə bir sual verilib bizə. Əzizlərim, cari zaman deyəndə biz burada başa düşəcəyik ki, aktuallıqdan söhbət gedir. Zaman harda olsa, burada aktuallıqdır. Cavabımız D variantı. İnformasiyanın deyir ki, xassələri hansılardır? Gəlin baxaq. Aktuallıq bəli var. Aktuallıq deyəndə, bayaq da qeyd etdiyimiz kimi, cari zamana uyğunluq dərəcəsi qeyd olunur. Kütləvilik xeyr yoxdur. Obyektivlik deyəndə, yəni kimisə şəxsi fikrindən asılı olmalı deyil, reallığa uyğunluq dərəcəsi nəzərdə tutulur. Anlaşıqlıq bəli, bizim xassələrimizdə var. Çünki deyirik ki, informasiya anlaşıqlı olmalıdır, başa düşülən olmalıdır. Diskretlik deyə bir xassəmiz yoxdur. 6 tamlıq. Tamlıq xassəmizdə qeyd olunur ki, informasiyanın miqdarı ilə müəyyən olunur. Yəni, informasiya miqdarı nə qədər çox olarsa, o informasiya daha da tam informasiya olacaq. 7 isə müəyyənlik deyə bizim bir xassəmiz yoxdur. Cavabımız olacaq burada 1, 3, 4, 6. Bunlara uyğun təbii ki də A variantıdır. Baxaq, 17. Bizə deyir ki, informasiya prosesi deyil. İlk növbədə gəlin baxaq ki, informasiya prosesi nədir? İnformasiya prosesi deyəndə biz informasiya üzərində aparılan əməliyyatlar nəzərdə tutulur. Yəni, informasiya ilə bizlər nə edə bilərik? Baxın, informasiyanın toplanması, bəli, tamamilə doğrudur. İnformasiyanın toplanması informasiyanın prosesidir. Çünki, məsələn, tutalım, siz gedirsiniz kitabxanaya, hər hansı 2-3 dənə kitabdan məlumatlar toplayırsınız. Bəli, deməli, siz burada informasiyanı topladınız. Sonra baxaq, informasiyanın ötürülməsi. Aldığınız məlumatları ətrafınızla bölüşürsünüzsə, artıq burada olacaq nə? İnformasiyanın ötürülməsi, çünki ətrafınızda dediniz bunu. Məlumatları onlara da ötürdünüz.
İnformasiyanın tamlığı deyə bir xassisə yoxdur. Ümumilikdə informasiyanın 4 dənə prosesi var. Daha sonra informasiyanın emalı. Emal deyəndə isə nəyisə üzərində nəyisə aparırıqsa, əməliyyat aparırıqsa, orada düşünmə varsa, informasiyanın emalından söhbət gedəcək. İnformasiyanın saxlanması dedikdə, məsəl üçün məlumatları bir yerlərə qeyd edirsinizsə, dəftərinizə qeyd edirsinizsə, siz orada artıq informasiyanı saxladınız. İnformasiya prosesi deyil deyəndə, təbii ki də olacaq, informasiyanın tamlığı deyə bir proses yoxdur. Gəlin davam edək 18 ilə. Məktəbin kitabxanasına yeni tədris ili üçün kitablar gətirildi. Kitabxana riyaziyyat, informatika və Azərbaycan dili fənlərinin tədrisi üçün cəmi neçə kitab qəbul etdi? Deməli, bu cədvəlinə bağlı bir test tapşırığıdır və cədvələ əsasən müəyyən edəcək. Gəlin birinci baxaq riyaziyyata. Riyaziyyat baxın, burada görünür 300. Qeyd edəcəm 300. Daha sonra hansı kitab istəyir məndən? İnformatika. İnformatikada burada təxminən 150 götürəcəyəm. Üstə gəl. Ən sonuncu bəs nədir? Bizə deyir Azərbaycan dili. Azərbaycan dilinə də nəzər yetirsəz, görərsiniz ki 250. Bəli, bunların 3 qiymətin 3-ünü də biz toplasaq, alarıq burada 700. Cavabımız yekun nəticə olacaq 700, yəni D variantı. Gəlin 19 ilə davam edək. Film və kliplər üçün hansı informasiya formasına deyir aiddir? Filmlər, kliplər aydın məsələdir ki, burada videodan söhbət gedəcək. D variantı 20. Ərizələr və yazılı təlimatlar hansı informasiya formasına aiddir? Ərizələr, yazılı təlimatların hər biri mətndir. 21. Sxemlər və çertyojlar hansı informasiya formasına aiddir? Qeyd edir. Sxemdir, uşaqlar, çertyojdur. Bunların hər biri qrafik informasiyaya aid edəcək. C variantı. 22-yə baxaq. Deyir bizə uyğunluğu müəyyən edin. 3 dənə məlumat qeyd olunub. Mətn, qrafik, səs. Onlara əsasən yerləşdirək. Məsələn, A-ya baxaq. Deyir ki, A-da, ekranı biraz sizin üçün böyüdək. Baxaq. Deyir futbol oyunlarının hesabı. Uşaqlar, aydın məsələdir ki, futbol oyunlarında necədir? Məsələn, 2-0 falan bu şəkildə. Bunlar ədədi informasiyadır. Görürsünüz, rəqəmlərdən istifadə etdiyimiz üçün bu ədədi informasiya aiddir. Deməli, A heç birinə uyğun deyil. Çünki mənə mətn, qrafik və səs informasiyasını soruşur. Davam edək. Qəzetdə yazılan məlumat. Baxın, uşaqlar, burada qəzetdə yazılan məlumat deyəndə mətn informasiyası nəzərdə tutulur. Gəlin bir-bir qeyd edək. Qəzetdə yazılan məlumat 1-ə olacaq nə? B variantı. B variantında artıq qeyd etdiyi variantlara qarmonda ifa etmək. Qarmonda ifa etmək isə burada təbii ki də səs informasiyasından söhbət gedir. 3-ə olacaq, qeyd edəcəm nə? C variantı və C variantında artıq yerləşdirdik. D variantına baxaq. Məsələn, deyir ki, y bərabərdir kx üstəgəl b funksiyasına k böyükdür 0. K 0-dan böyük şərtini ödəyən sxem. Baxın, sxemlərin hər biri qeyd olunacaq qrafik informasiyaya. Yəni 2-yə D aiddir. D-ni də artıq yerləşdirdik. Y-yə baxaq. Metro daxilində qatara gedən yolun sxemi. Təbii ki də bu da olacaq qrafik informasiya. D, Y. 2-yə D və Y variantları uyğun gəldi. İndi baxaq, görək cavablarımız hansı uyğun gəlir. Burada təbii ki də D variantı uyğun gəlir. Ekranımıza görsəz 1B, 2D, 3C təbii ki də tamamilə doğrudur. Gəlin davam edək 23 ilə. 23-də yenə eyni qaydada uyğunluğu müəyyən etməyimizi istəyir. Gəlin baxaq. Qrafik, mətn və ədədi informasiyaları gəlin müəyyənləşdirək bir yerdə. Deyir ki, şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən, cədvəllərdən istifadə olunur. Sxemlər, cədvəllər hər biri qrafik informasiyaya aid olacaq. Deməli, elə 1-ə olacaq A variantı, daha sonra B variantına nəzər yetirək. Deyir, tələbə biletin itirən Xədicə universitetin rəhbərliyinə ərizə ilə müraciət etdi. Ərizə varsa, söhbət burada təbii ki, ipucumuz olacaq ərizə. Ərizə olduğu üçün burada təbii ki, mətn informasiyasından söhbət gedəcək. 2-yə B variantı. C-yə baxaq. Deyir ki, otaqdakı termometr temperaturun 16 dərəcə Selsi olduğunu göstərdi. 16 dərəcə Selsi burada təbii ki də ədədlidən söhbət gedəcək. 3-ə C variantı. Gəlin indi uyğunlaşdıraq variantlarımızla. 1A,
2B, 3C olacaq B variantı. 24 ilə davam edək. Yenə eyni qaydada uyğunluğu müəyyən etməyimizi istəyir. Mətn, ədədi və qrafik informasiyalar təqdim olunub bizə. Gəlin bir-bir seçək. Deyir A variantında. Bakı şəhərinin tikinti layihəsinin sxemi. Sxem sözünün ipucunu gördüksə avtomatik hansı variant olmalıdır? Qrafik informasiya. 3 olacaq A variantı. Baxaq. Daha sonra A variantını artıq buradan silək. Kitabdan yazılan hekayə. Kitabdan hekayə olduğu üçün təbii ki, nə olacaq? Mətn informasiyasına aid edəcək. 1-ə B. Davam edək. B-ni də artıq yerləşdirdik. Futbol oyununun başlanma tarixi. Futbol oyununun başlanma tarixi təbii ki də ədədi informasiya daxil edəcəm. 2C. D variantında nə deyir? Şagirdin müəllim haqqında fikirlərini. Burada da təbii ki də nə olacaq? Yəni mətn şəklində ola bilər. Ona görə mətni qeyd edəcəm. B, D olacaq. Növbəti sonuncu deyir. Azərbaycanın gözəl mənzərəsinin şəkli. Şəkil təbii ki də olacaq. Qrafik informasiyaya aid edəcək. A, Y. Gəlin indi bu variantları cavablarımızla uyğunlaşdıraq. 1B-də 2C, 3A-Y. Aha, tamamilə doğrudur. A variantı olacaq bizim testimizin həlli cavabı. Gəlin 25-ə nəzər yetirək. 25-i baxaq. Görək bizdən nə istəyir? Deməli, deyir ki, cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı seçin. Aha, bizə 1, 2, 3 qeyd olunub. Birinci nə istəyir? Baxın, burada cavablarda qeyd olunub. Gündüzün maaşını bizdən soruşur. Deməli, əziz tələbələr, birə baxaq. Gündüzün maaşı hardadır? 2500. Tamamilə birinciyə olacaq nə? 2500. 1-ə qeyd edəcəm burada 2500. Aha. 2-yə baxaq. 2-də bizdən nə istəyir? Deyir, 50-dən az maaş alanlarının sayı. 50-dən hansılar, kimlər az maaş alırsa, onların sayını istəyir bizdən. Gəlin baxaq. Aha. 50-dən az maaş alanlar, 50 bu qədər maaş alır, ondan az bir nəfər burada işarə eləyəcəm. Sonra 50-dən az bir nəfər burada var. Sonra 50-dən az bir nəfər Anar var. Deməli, Nurlan, Ertaş və Anar 50-dən az maaş alır. 3 nəfər. 2-yə qeyd edəcəm 3 nəfəri. Davam edək. 3-də görə bizdən nə istəyir? Deyir ki, Ertacdan çox, Ravildən az maaş alanların sayı. Deməli, gəlin işarələyək. Ertacdan deyir çox olsun, amma Ravildən az olsun. Ravildən də az olsun. Görək, indi yaxşı. Neçə nəfər var? Ertacdan çox olan Əli var. Ravildən də azdır. Əla, bunu işarələdim. Ertacdan çox olub, Ravildən az olan Gündüz var. Ertacdan çox olub, Ravildən az olan maaş alan Anardır. Deməli, yenə qeyd etdik neçə nəfər? Üçüncüdə də olacaq 3 nəfər. Olacaq onda birinci 2500, ikinci 3, üçüncü də 3. Olacaq 2503, 3. C variantı. Gəlin 26-ya baxaq. Uyğunluğu yenə müəyyən etməyə çalışacaq. Mətn, ədədi, qrafik qeyd olunub. Mətn informasiyaya gəlin baxaq. Deyir ki, A variantından nəzər yetirək. Bakı-Şuşa yolunun çertyojunun hazırlanması. Çertyojun hazırlanması deyirsə, əziz tələbələr, qrafik informasiyadan söhbət gedəcək. 3 olacaq A. Baxaq. Təbiət haqqında maraqlı söz və cümlələrin yazılması. Bu olacaq hansı? Təbii ki də mətn informasiyasından söhbət gedəcək. C-də nə qeyd olunur? Azərbaycanda ümumi təhsil məktəblərinin başlanma tarixi. Bu da başlanma tarixi dediyi üçün ədədi informasiyadan söhbət gedəcək. 2C. Sürücülər üçün yollarda yol hərəkət nişanlarının olması, yol hərəkət nişanları deyir bizə. Ona görə də bu olacaq qrafik informasiya D variantı. Verilən məsələn düstur vasitəsilə həllini yazmaq. Bu da təbii ki də olacaq nə? Yəni ədədi informasiya qeyd olunacaq. Gəlin variantlara baxaq. 1Y, daha doğrusu B, 2C'ye, 3AD. Söhbət A variantından gedir. 27-yə nəzər yetirək. 27-də yenə də eyni qaydada cədvəl fraqmentinə əsasən mülahizələrin doğru olduğu variantı seçin. Birinci qeyd olunur, deyir, ən baha ikinci meyvə adı. Birinci baxırıq ki, ananasdır. İkinci meyvə olacaq banan. Banan yazacağım bura. Banan. Davam edirəm. İkincidə nə istəyir? Deyir, ananasın qiyməti ilə heyvanın qiymət fərqi. Ananasın qiyməti görürsünüz ki, burada
5-dir. 5 çıx nə? Heyvanın qiyməti. Heyvanın qiyməti bəs nə qədərdir? Baxın, ekranda görsün. 3. 5-dən 3 çıxanda 2. Bunun qabağına yazacağım 2. Davam edəcəm. 3-ə bax. Deyir, nardan baha olan meyvələrin sayı. İndi bunları silin, bizə maneçilik öyrətməsin. Nara nəzər yetirəm. Nardan baha olan meyvələrin sayı. Baxın, bir budur. Budur. Bir də budur. Deməli, 3 dənə meyvədir. Olacaq nə? Banan 2, 3. Yəni, cavabımız olacaq Y variantı. Gəlin 28 ilə davam edək. 28. İnformasiyanın rəqəmsal formadan analoq formaya çevrilməsi informasiyanın hansı prosesinə aiddir? Əziz tələbələr, yadınızda saxlayın ki, bir formadan digər formaya keçirilmə hər zaman söhbət burada informasiyanın emalından gedəcək. Yəni, Y variantı. Davam edək. 29. Deyir, informasiyanın emalı prosesinə aiddir. Baxaq, analiz edək bir-bir. Şahmatçının rəqibinin daşlarının vəziyyətinə baxması təbii ki, bu deyil. Müəllimin şagirdə ev tapşırığını söyləməsi, ev tapşırığını söyləyirsə, məlumatları ötürür. B variantı da deyil. C variantı nə deyir? Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Baxın, bu da əhaliyə məlumat ötürdü. C variantı da deyil. Şagirdlərin şimşək səsi eşitməsi. Bu da baxın, uşaqlar, informasiyanın qəbulu prosesinə aiddir. D variantı da deyil. Y variantına baxaq. Nə deyir? Havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi. Tamamilə doğrudur. İnformasiyanın emalıdır. Çünki burada düşünmə var uşaqlar. Havanın deyir tutqun olduğu səbəbindən görür ki, hava tutqundur. Buna görə şagird çətir götürür. Ona görə də bu informasiyanın emalı prosesinə elə nümunədir. Tamamilə doğrudur. 30 ilə davam edək. Baxaq, deyir ki, informasiyanın qəbulu prosesinə aiddir. Müəllimin şagirdlərin qiymətini elan etməsi. Dedik ki, məlumatları uşaqlara ötürür. B variantı nə deyir? Müəllimin şagirdə ev tapşırığını söyləməsi yenə eyni qaydada. İnformasiyanı şagirdlərə ötürdü. C variantı nə deyir? Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Yenə eyni qaydada əhaliyə məlumatlandırdı. Məlumatı ötürdü. C variantı da deyil. D variantı gəlin baxaq nə deyir? Deyir, şagirdlərin şimşək səsi eşitməsi. Baxın, burada artıq uşaqlar informasiyanı qəbul etdilər. Çünki şimşəyin səsini eşitdilərsə artıq nə olacaq? Onlar bildilər ki, yağış yağacaq. Bəli, tamamilə doğrudur. Elə cavab variantımız da olacaq. D variantı. 30-da Y-yə də nəzər yetirək. Deyir, havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi. Yenə bayaq əvvəlki testimizdə olduğu kimi burada təbii ki də informasiyanın emalı prosesindən söhbət gedəcək. Çünki hardakı düşünmə var və yaxud da bir formadan digər formaya keçirilmə var. Orada söhbət informasiyanın emalı prosesindən gedəcək. Bu videoluq bu qədər. Özünüzə yaxşı baxın. Növbəti dərslərə qədər sağ olun.